Salam əziz izləyicilər. Mənim bir neçə kiçik videolarım var, 3-4 dəqiqəlik. Deməli, ərikdə yarpaq bükülməsi, fındıq ağacında yarpaq bükülməsi, şaftalıda yarpaq bükülməsi. İndi bu videoların yekunu kimi ümumiyyətlə yarpaq bükülməsi haqqında geniş bir söhbət eləyək. Bax, bu ağaçları mən çəkmişdim. 4 dənə şaftalı ağacı. Yarpaq bükülməsi var idi. Gördüyünüz kimi daradım, dərmanladım. Dərmanlama fungisid adlanan dərmanlar vasitəsilə dərmanlama məsləhətdir. Çünki o köbələk əleyhinədir və şaftalıdakı xəstəlik məhz köbələk xəstəliyidir. Ona görə mən bir dəfə xoruz vurdum buna, bir dəfə də skor vurdum. Bax, görürsünüz necə dirçəlib, xəstəlik aradan qalxıbdır. Amma bu dərmanı vuranda da nəticəsini izləmək lazımdır. Tövsiyə olunur o bir neçə dəfə vurulsun. Niyə vurulsun, əyani olaraq göstərim. Bax, bu 4 dənə şaftalı ağacının o bar verən 2 dənəsidir. O barsızları gördünüz gün buraxdı. Amma bar verənə fikir verin. Bax. Xəstəliyin əlamətləri qalıb. Tam sağalmayıb. Deməli, bunu təkrar vurmaq lazımdır. Fungisidlə bunu bir dəfə də çiləmək lazımdır. Bunda da qalıb. Görürsünüz, bu iki bar verən ağaçlarda qalıb. Bu nə ilə əlaqədardır? Ağac bar verəndə təbii ki, çox şirə tələb eləyir. Ona görə bu dövrdə daha çox qayğı göstərmək lazım. Meyvəli ağaca gec sağalır o. İndi bax, bu təkrar dərmanlama istəyir. Ümumiyyətlə yarpaq bükülməsi nədir? Ağaçlarda yarpaq bükülməsi hansı səbəbdən ola bilər? Məsələn, mənim qarşıma çıxan, bu bağda qarşıma çıxan nədir? Birinci, su çatışmamazlığı. Ağacda su çatışmamazlığı olanda yarpaq içəriyə doğru, bax belə, içəriyə doğru bükülür. İstənilən ağac. Su artıqlığı olanda əksinə, bax belə çölə doğru, hətta tərəvəzlər də belədir. Çölə doğru açılır belə. Su artıqlığı olanda, yerində çox nəm olanda. Bu bükülmənin bir səbəbi. İkinci səbəbi, dediyimiz kimi, bu köbələk xəstəliyidir. Onu da fungisid dərmanlarla müalicə eləmək asandır. Türkçəsər üsullar da var. Amma asanı fungisidlərlə müalicədir. Bu oldu 2. Üçüncü, fındıqda məsələn yarpaq bükülməsi var idi. Onu həşərat törədirdi. Mənənə deyirəm. Həşərat. Mənənə, tülə, müxtər. Onu da yenə məlum xalq metodları da var. O həşəratlarla mübarizədə zəhərli dərmanlar da var. Bu həşərat törədicilərinə qarşı. O həşəratlar da müxtəlif olur. Eləsi var, tor quran, gənə deyilən xırda bir həşərat var. Yarpağı köppəcələnir, altında tor kimi bir şey qurur. O da bir növ xəstəlikdir. Ərikdə yarpaq bükülməsi. Maraqlı xəstəlikdən biri də budur. Problemli. Əriyi göstərim, hansı ki, yarpaq bükülməsi və saralma var idi ərikdə.
Bax bu həmin ərikdir. Videoda baxarsınız ərikdə yarpaq bükülməsi. Nə idi? Bax bu damarları ki var. Damarlar yaşıl idi. Damarların ortası saralmışdı. Mən buna bor vurdum. Bor çilədim. Bor çiləməklə bax bunu gördüyünüz kimi sağaltmışam. Videoları tutuşdursaz görərsiniz. Əvvəl nə cür idi, indi nə olur. Bunu da daradım, gördüyünüz kimi kəsmişəm. Daradım və bor çilədim buna. Bu da əmələ gəldi. Xəstəliyi dəf eləyə bildik. Ümumiyyətlə ağacda yarpaq bükülməsini oxuya bilmək lazımdır ki, əlac eləyib qarşısını alasan o xəstəliyin. Yarpaq bükülməsinə biganə qalmayın. Nə qədər tez üstünü alsaz, o qədər tez və effektli müalicə eləyə biləcəksiniz. Ona görə daim nəzarət eləyin. Yarpaqların vəziyyətini nəzarətdə saxlayın. Nara çox vaxt şirnək də deyirik. Bax, bu həşəratlar düşür. Ona görə bax bu cür ağacları da diqqətdə saxlamaq lazımdır. Gördüyünüz kimi bax, boşalıb getmək istəyir. Bunu sadəcə pereksinə zadla, pereks yod qarışığı su ilə, sabunla vurmaq olar. Balacadırsa da, balaca bir ocaqdırsa, onu dəmdəstgah açmağa ehtiyac yoxdur. Adi əllə o su püskürdən butulkalar var. Onunla da eləyə bilərsiniz. Güllərdir, budur, yəni dipçək gülləri. Bunu o cürdə eləmək olar. Mən artıq tez-tez izləyirəm yarpaqları. Yarpaqda bürüzə verir. Xəstəliklər də yarpaqda görünür. Nəzarətdə saxlayın ki, xəstəliyi tez aradan qaldıra biləsiniz. Ağacı gücdən salmamış. Yoxsa məhsuldarlığı da təbii ki, aşağı olacaq. Belə, mən kiçik videolar çəkirəm. 3 dəqiqə, 5 dəqiqə. Bilmirəm sizə nə cür xoşdur. Bəlkə bir videonu tutaq ki, 10-15 dəqiqə, 20 dəqiqəli video çəkim. Bir videoya baxanda artıq daha çox məlumat əldə eləyəsiniz. Amma mən belə düşündüm ki, mən qısa videolar çəkim, amma ardıcıl çəkim. Birinci, ikinci, üçüncü hissə deyə. Çünki siz o prosesləri mərhələ-mərhələ izləyə biləsiniz ki, artıq öyrənəsiniz ki, bu xəstəlik bu cür müalicə olunur. Hansı videolardan ki, görəcəksiniz ki, bu dərmanı vurdum, o dərmanı vurdum, effektli müalicə elədi. O variantı seçib yaddaşınızda da saxlaya bilərsiniz ki, bağınıza düzgün qulluq eləyə biləsiniz. O barədə yazarsınız. Məsələn, yazarsınız ki, yox, uzun çək, ətraflı məlumat ver. Mən də uzun video çəkim, ətraflı məlumat verim. Yox, elə belə xoşdursa, yazarsınız ki, belə də davam elə. Hər halda mən sizin üçün istəyirəm, ona görə sizin rəyinizi bilmək, sizin məmnunluğunuzu qazanmaq mənim üçün maraqlıdır. Amma rəy də yazın. Ümumiyyətlə, rəy yazmanız mənə xoşdur. O kanalın aktivliyinə, populyarlığına böyük kömək eləyir. Rəy də yazın, bəyənmə də eləyin. Sağ olun. Gələn videolarda görüşənədək.